Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edildiyi bildirilir. Today Press TV xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, o ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib. Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən 2006-cı ilədək baş nazirin birinci müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi oktyabrın 14-də prezident administrasiyasının sabiq rəhbəri Ameyanın keçmiş prezidenti Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunduğu bildirilir. Namiq Abbasov, Today Press TV.